Ona görə də Azərbaycan dövlətinin, bu millətimizin istəyidir. Əsas millətlərdir. Ay Trump belə dedi, kimsə dedi, yaxşısı, pisi, hər nəyi. Yəni Trump liberal demokrasinin isə axırına çıxar. Yəni liberal demokrasini demək ki, deyirsə bu günə qoyma, sən bunu başa düşməlisən. Amma millətlər məsələsi başqadır. Necə ki, demək ki, bu günləri Filistində, ondan başqa yerdə millətlərlə bacarmaq çox çətindir. Dünya dəyişilibdir. Burada da İran adlanan yerdə bu Azərbaycan türkünün varlığı, bu demək ki, həm Türkiyədə, həm Azərbaycanda öz etkisini buraxacaq. Milyonlarca insan hərəkətə gələcəklər. Hələ də demək ki, sərhədləri keçəcəklər filan, o sonraki işdir. Amma əsas budur ki, İran adlanan yerdə biz inqilab iştirakçısı olmuşuq, gizli də deyil ki bu. Amma aylarla, hətta ildən çox bu ustanlar, rayonlar başsız qaldılar. Nə Tehranda hələ nə olacağını bilinmirdi. Xumeyni bir tərəfdən çəkirdi orada filan, yiyəsiz qaldı. İndi amma ayrı cürdür. İndi başqa məsələdir. Hər millət Azərbaycanda da. Bugün Təbriz qaynayır. Düzdür bu Bakıda demək ki, deyirlər. Şeir orada 2 dənə şeir oxusalar, biraz da sıxılı şeylərlə məşğul olsalar, keçərcilər elə deyil. Burada böyük hadisə yaxınlaşır və Azərbaycanın bütövlüyü, bu millətin demək ki, o tarixi ədalətin bərpası, bütün Azərbaycan, parçalanmış Azərbaycan, Rus ölüb gedib, Rus imperiyası qırılmaqdadır. Bu parçalayan bunu Rusudur, Qacar dövlətinə, Türk dövlətinə. İndi Fars da gətirdilər, yamadılar, o da demək ki, pis yerdə gecələyibdir. Onda nə olmalıdır? Ədalət bərpa olunmalıdır və bu millət bunu eləyir. Haray Türkəm deyir, mən Türkəm deyir. Ay gətirib köhnə komsomolcikləri, hansı partakratları filanları yığıb o İran adlanan yerdən, cücə kommunistlərdən, Tehran rejiminin ortaya atdıqlarından ay yığılın burada elə yavaş-yavaş türkürləşin. Millət haray çəkir və sizin də gözünüzün qabağındadır. Bunu Amerikada qəşəng bilir. İndi bağışlı üzr istəyəm, Sayın İsa bəy doğrudur, bilir, demək ki, qapalı qapılar arxasına gedən söhbətlər. Mən də dəfələrlə o kongresdə olmuşam. Elə bəlli adamlar da hamısı bilirlər. Bu Avropada qəşəngdə bilir. Ora Azərbaycanın güneyidir. Nə ola bilər, nə olacaq filan olacaq. Tehran rejimini min batman siriş ilə bu İran adlanan yerin ay bütövlüyünü saxlamaq absurd bir şeydir. Quran ayəsi deyil. Vəhy-i müzəl deyir. O İran adlanan yerin bütövlüyü nəyə görədir bu? Nəyə görə? Bunu bir an bir də demək ki, oğurlayıblar dövləti, ondan sonra başqa millətlər də istəmirlər. Ona görə millətlər özləri bilərlər. Kimsə durub deyəcək, yox, yapışı Farsa qalın. Fars da başınıza nə gətirirsə gətirsin, irticacılığı, mühümmatçılığı da ip eləsin, salsın boğazıza, uşaq uza, can uza, mal uza, rəhm eləməsin, demokrasinin, azadlığın düşmanı olsun. Sonra da deyəcək, o Azərbaycanın güneyində nə var ki, nə var Azərbaycanın güneyində qəzet vardımı? Ondan sonra demək ki, partiya vardımı? Azad insan qoyurlarmı? Hər kəsi tuturlar, zindan, cinayət başında da bir dənə hökm qoyurlar. Ona görə deyir, bu güneylər də 40 milyonda niyə ayağa durmur? Güneyli didişirə savaşır. Sənin xəbərin yoxdur. Sən başqa cürə baxırsan. Hər halda mənim fikrim budur ki, bu sözün də sonu budur ki, Azərbaycanın güneyində İran adlanan yerdə ən azı bu 6 ayın içində çox hadisələr baş verəcək. İndi Tehran rejimi biri pul verər, biri danışar, biri bomba atar filan eləyər. Hamı da bundan qorxur. İsrail bomba atacaq, İran dağılacaq. O bombanla dağılmır. O bombayı atacaq, otorite sınacaq, yönetim dağılacaq. Tehran malla qaçacaq. Bunun pasları indidən qaçır. Bunun bəsicisi, ittilatçısı indidən qaçır. Bunun Hizbullahı o Livanda da para ala bilmir. Ona görə deyir ki, o yandan da adamlar çıxır deyir ki, dünya beynəlxalq bank sisteminə qatılaq. Necə qatılaq? Terrora pulu verməsə qırılar o. Ondan sonra belə. Yəni bu günləri açın siz elə özünüz də media mənsubusunuz. Açıqsınız, baxırsınız ki, açıqcasına dünənləri Xumeyninin, Xameneinin adını and içənlər bu günləri sürüş verirlər radiolarda. Tehrandan, İran adlanan yerin içindən qorxu döşülübdür. Belə şakalar yoxdur. Yəni millətlər inqilab ərəfəsində. İnqilab da elə bir deyəndə deyərsən partiyalar var, filan var, yox, partlayış ərəfəsindədir. Hər halda bu da bizim demək ki, Azərbaycan dövlətçiliginin və Azərbaycanda bu millətin quzeyli, güneyli bir cümlə dedim, cavab bəy bitirim. Yəni məsələ budur. Bu millət güclü millətdir. Bu millət demək ki, bu günləri demək ki, Erməniyə, Rusa qalib gəlib, dövləti bərpa eləyib, şimalda toprağımızı hər nədir olsa təmizləyibdir və heç kəs də gəlib Fransası, Batısı, Rusiya filanı buna deyə bilmir ki, sən get filan iş gör. Çünki dövlətin mahiyyəti belə qoyulubdur. Ona görə də bu günləri bu Azərbaycan adına bu dövlət vardı və burada da və yaxud da Sayın İsa bəy də söylədilər. Pulu var. Silahı var, ordu var, ondan sonra və nə qədər də desələr, Azərbaycanda özəlliklə Azərbaycanın quzeyində biri dağıtırır özünü qabağa. Mən də siyasi partiyayam, mən də siyasi politologam, mən də siyasət adamıyam, ay mən də məclisə getmişəm, yox, sən deyirsən. Sən bu oyunun bir parçası deyirsən. Sən qurmaca bir şeysən. Heç də deyirsən sən. Get hər 10 dəfə də ora soxur. Məsələ bu millət var, amma millətin özündə Türkiyədə də baxın. Türkiyədə də can qardaş Azərbaycan deyir və demək ki, can Azərbaycan deyir, quzeylisinə, güneylisinə. Quzeydə də yine millət can Təbriz deyir, Azərbaycan deyir və millətin elə qoymurlar ki, millət çıxar meydanda deyək ki, nədir? Qoy bu millətin öncüllərinin dili açılsın, söhbət keçsin, onda görəcəklər ki, Təbriz nədir, güneydə nə gedir və nə olacaq. Təşəkkür edirəm. Sağ olun, var olun. Sayın Əjdər bəy, elə bir fikir var, siyasi təhlilçilər, xüsusilə də İrandakı, hətta hakimiyyətdə olan siyasətçilər hesab edirlər ki, əgər İran qısa bir zamanda Trumpla, hətta Amerika demirlər, Trumpla müzakirəyə başlanmasa, İranda küçə ixtişaşları,
Yəni qarşı durmalar, etirazlar, mitinqlər qısa bir zamanda bütün İranın bütün şəhərlərini bürüyəcək. Bu məsələyə sizin fikriniz nədir? Burada reallıq görünür və varsa onun şərtləri nədir? Yəni hansı vəziyyətdədir ki, İran belə bir müzakirə olmasa belə bir olayla, hadisə ilə qarşı-qarşıya gələcək? Buyurun. Təşəkkür edirəm Cavad bəy. Hesab əyə verdiyiniz o sualda ki, İran adlanan yerdə hansı araşdırma mərkəzində Türkiyə ilə İsrailin arasında savaş gedəcək filan və bu son bir ildə də bununla bağlı çox o ənbiyanda söhbət olur. Hətta Azərbaycana da belə baskılar gəldi ki, siz də Haması dəstəkləyin filan eləyin. Belə söhbətlər, yəni o Mavi Marmaris məsələsində o cür demək ki, əlovlandı İsraillə Türkiyə arasında siyasi ilişkilər filan. Türkiyə ilə İsrailin münasibətləri o qədər dərindir ki, bəzi sahələrdə, konularda eləncə bir savaşa getmək və bundan ağır məsələ olmaz ki, Qazza məsələsi, ondan sonra Filistin məsələsi, bu getdikcə öz ateşi alınır bu məsələnin. Ərəblərin özü də, ərəb dünyasının özü də bilir, ondan sonra hər kəs də bilir ki, bu məsələnin ateşi alınır. Və bir türlü ki, Türkiyənin Xalid Məşəlgini, bu sonuncu bu Hamasın rəhbərliyini Türkiyəyə çağırmalıdır. Yəni, sakitləşin. Necə ki, Suriyədəki kimin? Yəni, siz bilirsiniz ki, vaxtı ilə Rusiyanın köməyi ilə Suriya qoymurdular ki, hətta o əsil yol ki, gedirdi Hələbdən, demək ki, Damaskusa bağışdan üzr istəyən Şama doğru gedən yola yoxun qoymurdular. Amma Türkiyə dayanmış onu saxladı. Amma Rusiya yayıldı bütün Suriyədə və filanda və bu da göründü ki, Türkiyə ordusuna, Türkiyə dövlətinə və bəzi Türkiyənin o dövlətin əsas təməl dayaqlarına hansı dərbələr vuruldu və yaxud da siz də söylədiniz. Türkiyə ordusu belə qurulub ki, bünövrə belə qoyulub ki, nə qədər Amerikalılar çalışdılar ki, F-16'ların demək ki, hissələrini vermədilər. Ondan sonra hətta o paralar da ki, almışlar, 35'lerin də verməsini dayandırdılar, elədilər. Amma Türkiyə ordusu demək olar ki, o qurt kimidir ki, yaralandan sonra da öz yarasını yalıya sağaltdı. Türkiyə dövləti gəldi bir yerə ki, əməldə də 44 günlük savaşda göstərdi, Rusiyada göstərdi, Batı dünyasında da, Batı dünyasına da göstərdi ki, oturun yerinizdə. Hətta Azərbaycan dövlət başçısının qorunmasında belə Türkiyə o admış irəli addı ki, yəni mənnidir bu məsələ və Türk dünyası məsələsində də bu günləri ittifatlı kimi bir şey deyil. Bu bir real məsələdir ki, bunun qarşısını kimsə ala bilməyəcək və burada Türk dünyasının əlində, yəni necə ki o söylədim Mavi Mərmərəsdən sonra, bir müddətdən sonra gördünüz ki, Hertzeki Ankarada qarşılamaq, o dəmdəşkanla qarşılamaq, ondan sonra münasibətlərin normallaşması ki, nə də o məsələlər çox güclüdür. Çünki başqa məsələlər də var. İsrailin Türkiyəyə ehtiyacı var dəhşətli. Türkiyənin özünün İsraillə bağlantılarında istər ekonomik olsun, istər texnikada olsun, çeşitli sahələrdə. Və Suriyədə ateş alınıbdır Suriyədə bir türlü. Amma əgər Amerikalılar burada çalışacaqlar ki, baxmayaraq ki, buna ki, biraz da səngiyib bu məsələ, ay YPG, ay PKK-nı, ay orada demək ki, Kürdi aparırdılar Ağdənizə, ay filan və düzdür, indi İsraillər Colan təpələrindən əndi, o Hebron dağına çıxdılar filan, aydəm gələcək Türkiyəyə qarşı İsrail savaş elan edəcək, eləncə bir şey deyil. Yəni, İsraillər belənci niyyətdə də deyirlər. Yəni, İsraillər hətta əgər bu günləri bu Hamasla, Qazzada və hətta Beytülləhmidə bu məsələlər dayansa, belə bu gün dayansa, hələ illər çəkəcək ki, özləri ilə içində olan ərəblərlə ondan sonra Qazzada və Beytülləhmidə biraz məsələləri yumşalsınlar ki, ta ərəb dünyasında yarım qalmış o İbrahim projesinin, hətta bilirsiniz ki, indi söhbət gedir ki, bir türlü Azərbaycanı da sonuncu prezidentin müşaviri İsrailə getməsi və ərəb dünyasına danışması Azərbaycanı da o İbrahim projesinə yaxınlaşdırsınlar. Ona görə də İsraildə demək ki, Türkiyə Cumhuriyyəti dövlətinə qarşı bir savaş, bir torpaq iddiasında buluna bilməz. Bəlkə də İsrail çox rahatdır ki, bayaq da siz söylədiniz ki, Türkiyə ilə qonşu oldu və Türkiyə Suriyədə belə stabillik, rahatlıq, sakitlik yaradırsa və Tehran rejiminin ki, ümmül fəsaddır, ümmül irticadır, o bu bölgələrin hamısına deyir, bunu buradan dünənlərdə Suriyə dövlətinin bəyanatı ki, yəni burada nələr eləyib, hələ Tehran rejimi dayayına xotiqadır, nə bilim, nə deyirsiniz, arşivini dolarlardır, cəhli dolarlardır, fabriklər tarafından nələr eləyiblər, hamısı çıxır, yəni terörist qruplardır, filandır, yəni bunların hamısı da görsənir ki, dünya ictimaiyyətdə, Amerikası da, İsraildə, ərəb dünyasında Türkiyədən də məmnundular ki, belənsi variantı işləyibdir və bu da demək olar ki, Türkiyə dövlətinin başqücalığıdır. Ona görə də bu dərinləşməyəcək, mənim fikrimcə belə az zaman içində indi nə qədər olacaq Türkiyə ilə münasibətlər İsraildən çox yumuşalacaq və bu da Tehran rejimi nə qədər də ay
oturacaq bəzi yuxular görürdülər, çalışırdılar ki, Türkiyənin əli ilə hətta Azərbaycan dövlətini bu bir il Qazda savaşında filan da yumuşatsınlar, çəksinlər, o olmadı ki, Azərbaycan dövləti özünü təmkinli yapardı, yaxşı yapardı. Amma qaldı ki, o bu günləri, bu saatlarda Qum şəhərində mollalar bir-birini qırırlar. Yəni demək ki, o tələbələr, ondan sonra o birisi dəstək, birinci dəfədir ki, heç indiyə kimi görünməmiş bir məsələdir ki, Qumun tarixində ki, tələbələr, bu Hozənin, bu Ayətullahın tələbələri o birisinin demək ki, düşərgəsini qıralar. Yəni məsələ budur ki, Tehran rejimi bilir bu hadisə baş verəcək, hər gündədir. Yəni demək ki, bu İran adlanan yerdə gedən siyasəti kimsə 24 saat izləsə, ona görə bilir ki, burada nə baş verir. Türk dünyasının, Azərbaycan dövlətinin və Türkiyə Cumhuriyyəti dövlətinin əlində olan ən böyük kozir Azərbaycandır. Ən böyük xal Azərbaycandır, Azərbaycanın güneyidir. Yəni burada demək ki, Azərbaycanın güneyi olmadan Türk dünyası məsələsi həll olmaz, qurtaran bir şeydir. Yəni burada 40 milyonluq, 30 milyonluq və Tehranda 7 milyonluq, İran genəlində demək ki, 50 milyona yaxın Türk vardı burada. Bunu görmədən keçib gedəcəksən demək ki, əlbəttə normaldır. Doğu Türkistan, Böyük Türkistan yerində. Amma belə demək, əsas yer buradır, bu nədir? İşin boğazı buradır. Qafqazlardır, Azərbaycandır və ona görə də Azərbaycan Cumhuriyyəti dövlətində də bu siyasəti aynən Pezeşkiyan gəldi, Yardıməli gəldi, getdi. Yəni rejimin, Tehran rejiminin qoyduğu senaryonun içində yox. Onların ortaya atdığı oyunla yox. Aynı məndə hər kəs demək ki, rejimin içindən çıxsa, ondan sonra gələcək. O Şvarnadze, hələ siyasi Şvarnadze da axırda döndü özünü Gürcüstana demək ki, tərəfdə uğurlayacaq. Amma elə bil ki, Şvarnadze kiminkilərin ki, İran adlanan yerdə adamı atacaqlar ortaya. Bu da tutmadı. Necə ki, bu Pezeşkiyanı düzdür, Bakıda aynı Pezeşkiyanın 2 kəlmə çıxıb deyəcəyin, hamı deyib, bəh, day demək, uşaq dil açdı, şeir oxudu bizim dildə. O Bakı bazarı üçün, elə söhbət deyil. Ona görə və yaxud Azərbaycan dövləti, necə ki, prezident dəvə çıxıb deyəndə ki, 40 milyon görür, necə alqışlanır və necə ki, Qarabağda qalibiyyət, dövlətimizin qalibiyyəti, necə Güneydə alqışlanır, nəyə görə bu? Türkün, Türk dövlətinin, Türk ordusunun, bir parçamızın, bizim hamımızın qalibiyyəti. Ona görə bu məsələni, kimsələr deyirlər ki, Amerikası olsun, Avropası olsun, dəbərtməyün buranı, bunu dəbərtməyün. Necə dəbərtməyün? Yugoslaviyada dəbərdi, millətlər azad oldu, dövlətlər azad oldu, zərər elədimi? Sovet dağıldı, zərər elədimi? Ona görə də qalmışdı çətinlikdə şükürlük Batı dünyası, Sovetin qorxusundan dağıldı, yaxşı oldu. Hücum bunu yenidən bərpa etmənin nə xeyri vardı sizdə? Ona görə də bizim də millətimiz, var olan imkanlarımız, bu Azərbaycanın böyük parçasıdır, burada bir hərəkat var, bunu qəbul eləməlisən. Durub gedib əlinin, mirəlinin, pirəlinin quyruğuna düşməməlisən. Ay demək, hansı mallacığaz, hansı oy. Yəni, Azərbaycanda bizim dövlət, xarici siyasəti bilir ki, görünür də göz qabağında. Yəni, bilmirsən bu millət demək ki, mollaların oyununu, Fars dövlətinin oyunu nə mənədir. Yəni, bu Rusla əl-ələdir və bunlar burada demək ki, sabahlarda, bu gündən nə oyunla məşğuldurlar. Ona görə də bura demək ki, hər gün İsrail günüdür ki, deyək ki, Seyid Əli Xameneyi Kinədə başladı Azərbaycan dövlətini və Türkiyə dövlətini hədələməyə. Bunlar hətta bu Qaza məsələsində başladılar Azərbaycanı. Ay İsrail elə bildi, İsrail tuturlar. İsraildən sonra Azərbaycanın növbəsidir. Açıq danışırlar, açıq da deyirlər və bunların mahiyyəti budur. Ona görə də Azərbaycan dövlətinin, bu millətimizin istəyidir. Əsas millətlərdir. Ay Trump elə dedi, kimsə dedi, yaxşısı, pisi, hər nəyi. Yəni Trump, liberal demokrasinin isə axırına çıxar. Yəni liberal demokrasini demək ki, deysə bu günə qoyma, sən bunu başa düşməlisən. Amma millətlər məsələsi başqadır. Necə ki, demək ki, bu günləri Filistində, ondan başqa yerdə millətlərlə bacarmaq çox çətindir, dünya dəyişilibdir. Burada da İran adlanan yerdə bu Azərbaycan türkünün varlığı, bu demək ki, həm Türkiyədə, həm Azərbaycanda öz etkisini buraxacaq. Milyonlarca insan hərəkətə gələcəklər. Hələ də demək ki, sərhədləri keçəcəklər falan, o sonraki işdir. Amma əsas budur ki, İran adlanan yerdə biz inqilab iştirakçısı olmuşuq, gizli də deyil ki bu. Amma aylarla, hətta ildən çox bu ustanlar, rayonlar başsız qaldılar. Nə Tehranda hələ nə olacaqdı bilinmirdi. Xumeyni bir tərəfdən çəkirdi orada filan, yiyəsiz qaldı. İndi ayrı cürdür. İndi başqa məsələdir. Hər millət Azərbaycanda da bu gün Təbriz qaynayır. Düzdür bu Bakıda demək ki, deyirlər. Şeir orada 2 dənə də şeir oxusalar, biraz da sıxılı şeylərlə məşğul olsalar, keçərcilər elə deyil. Burada böyük hadisə yaxınlaşır və Azərbaycanın bütövlüyü, bu millətin demək ki, o tarixi ədalətin bərpası, bütün Azərbaycan, parçalanmış Azərbaycan, Rus ölüb gedib, Rus imperiyası qırılmaqdadır. Bu parçalayan bunu Rusudur, Qacar dövlətindən, Türk dövlətindən. İndi Fars da gətirdilər, yamadılar, o da demək ki, pis yerdə gecələyibdir. Onda nə olmalıdır? Ədalət bərpa olunmalıdır və bu millət bunu eləyir. Haray Türkəm deyir, mən Türkəm deyir. Ay gətirib köhnə komsomolcikləri, hansı partakratları filanları yığıb o İran adlanan yerdən, cücə kommunistlərdən, Tehran rejiminin ortaya atdıqlarından ay yığılın burada elə yavaş-yavaş tüsküldəşin. Millət haray çəkir və sizin də gözünüzün qabağındadır. Bunu Amerikada qəşəng bilir.
İndi bağışlı üzr istəyirəm, Sayın İsa bəy doğrudur, bilir, demək ki, qapalı qapılar arxasına gedən söhbətlər. Mən də dəfələrlə o konqresdə olmuşam. Belə bəlli adamlar da hamısı bilirlər. Bu Avropada qəşəhdə bilir. Ora Azərbaycanın güneyidir, nə ola bilər, nə olacaq filan olacaq. Tehran rejimini min batman siliş ilə bu İran adlanan yerin bütövlüyünü saxlamaq absurd bir şeydir. Quran ayəsi deyil, vəhy-i münzəl deyil. O İran adlanan yerin bütövlüyü nəyə görədir bu? Nəyə görə? Bunu bir an bir də demək ki, oğurlayıblar dövləti, ondan sonra başqa millətlər də istəmirlər. Ona görə millətlər özləri bilərlər. Kimsə durub deyəcək, yox, yapışın Farsa qalın. Farsla başına nə gətirirsə gətirsin, irticaçılığı, mühümmatçılığı da ip eləsin, salsın boğazıza, uşaq uza, can uza, mal uza, rəhm eləməsin, demokrasinin, azadlığın düşmanı olsun. Sonra deyəcək, o Azərbaycanın güneyində nə var ki, nə var Azərbaycanın güneyində qəzet vardımı? Ondan sonra demək ki, partiya vardımı? Azad insan qoyurlarmı? Hər kəsi tuturlar zindan, cinayət başında da bir dənə hökm qoyurlar. Ona görə deyir, bu güneylər də 40 milyonda niyə ayağa durmur? Güneyli didişirə savaşır. Sənin xəbəri yoxdur. Sən başqa cürə baxırsan. Hər halda mənim fikrim budur ki, bu sözün də sonu budur ki, Azərbaycanın güneyində İran adlanan yerdə ən azı bu 6 ayın içində çox hadisələr baş verəcək. İndi Tehran rejimi biri pul verər, biri danışar, biri bomba atar filan eləyər. Hamı da bundan qorxur. İsrail bomba atacaq, İran dağılacaq. O bombanla dağılmır. O bombayı atacaq, otorite sınacaq, yönetim dağılacaq. Tehran malla qaçacaq. Bunun pasları indidən qaçır. Bunun bəsicisi, ittilatçısı indidən qaçır. Bunun Hizbullahı o Livanda da para ala bilmir. Ona görə deyir ki, o yandan da adamlar çıxır deyir ki, dünya beynəlxalq bank sisteminə qatılaq. Necə qatılaq? Terrora pulu verməsə qırılar. Ondan sonra belə, yəni bu günləri açın siz elə özünüz də media mənsubusunuz, açıqsız baxırsınız ki, açıqcasına dünənləri Xumeyninin, Xameneinin adını and içənlər bu günləri sucuş verirlər radiolarda. Tehrandan, İran adlanan yerin içindən qorxu dökülübdür. Belə şakalar yoxdur. Yəni millətlər inqilab ərəfəsində. İnqilab da elə bir deyəndə deyərsən partiyalar var, filan var, yox, partlayış ərəfəsindədir. Hər halda bu da bizim demək ki, Azərbaycan dövlətçiliginin və Azərbaycanda bu millətin quzeyli, güneyli bir cümlə dedim, cavab bəy bitirib. Yəni məsələ budur. Bu millət güclü millətdir. Bu millət demək ki, bu günləri demək ki, Erməniyə, Rusa qalib gəlib, dövləti bərpa eləyib, şimalda toprağımızı hər nədir olsa təmizləyibdir və heç kəs də gəlib Fransası, Batısı, Rusiya filanı buna deyə bilmir ki, sən get filan iş gör. Çünki dövlətin mahiyyəti belə qoyulubdur. Ona görə də bu günləri bu Azərbaycan adına bu dövlət vardı və burada da və ya da Sayın İsa bəy də söylədilər. Pulu var. Silahı var, ordu var, ondan sonra və nə qədər də desələr, Azərbaycanda özəlliklə Azərbaycanın quzeyində biri dağıtır özünü qabağa. Mən də siyasi partiyayam, mən də siyasi politologam, mən də siyasət adamıyam, mən də məclisə getmişəm, yox, sən deyirsən. Sən bu oyunun bir parçası deyirsən. Sən qurmaca bir şeysən. Esas deyirsən sən. Get hər 10 dəfə də ora soxur. Məsələ bu millət var, amma millətin özündə Türkiyədə də baxın. Türkiyədə də can qardaş Azərbaycan deyir və demək ki, can Azərbaycan deyir, quzeylisinə, güneylisinə. Quzeydə də yine millət can Təbriz deyir, Azərbaycan deyir və millətin elə qoymurlar ki, millət çıxar meydanda deyək ki, nədir? Bu millətin öncüllərinin dili açılsın, söhbət kesin, onda görəcəklər ki, Təbriz nədir, güneydə nə gedir və nə olacaq. Təşəkkür edirəm.